Motivasiyam artsın, başlayacağam. Motivasiyam gəlsin, eləyəcəm. Əgər belə deyirsənsə, gəl buralara baxaq. Araşdırmalar göstərir ki, motivasiya əsas deyil, əsas olan hərəkətə başlamaq, yəni ki, bir şey etmək üçün mən hərəkətə keçməkdir ki, bu bizim bədənimizə bu siqnalı ötürür ki, yəni enerjiyə ehtiyacımız var və beynimiz enerji bir növ emal etməyə başlayır. Amma biz isə tam olaraq bunun əksini edirik. Və eləcə də biz hərəkətə keçdikcə, bir şeylər etdikcə bizim kortizol hormonumuz, yəni stres hormonumuz da azalmağa başlayır. Bu bizə daha güvəndə, yəni sinir sistemimizə daha güvəndə və safety hiss etdirdiyi üçün o işi daha bir növ ardıcıl və davamlı şəkildə icra edib sonlandıra bilirik. Yəni əslində motivasiya deyil də, məsələ hərəkətə keçə bilməkdir. Bu kimi videoların davamını gəlməsini istəyirsənsə, mənim səhifəmi izləyə bilərsən, beləcə də bu videonu dostlarınla paylaşa bilərsən.